Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Həmd aləmlərin Rəbbi olan Allah'dır. Salat və salam onun Resulü Muhammed sallallahu aleyhi və səlləmə, onun əhli beytinə, onun seçkin əshabına və qiyamət gününə qədər xeyir və haqq üzərində onların yoluna tabi olanların üzərinə olsun. Allahın mərhəməti sayəsində kitabın birinci cüzunu keçən dərsimizdə yekunlaşdırdıq. Və inşallah bugün kitabımızın ikinci cüzuna başlayacağıq və birinci cüzdə sünnətin və ona ittiba etməyin əhəmiyyətini, bidətçilərə qarşı necə rəftar ediləcəyini öyrəndik. Həmçinin sünnət əhlinin vəsiflərini və dəlalət əhli ilə cədəl etməyi tərk etmədikcə bir kəsin sünnət əhlindən olmayacağını öyrəndik. Və yenə bu dini Allahın izni ilə daşıyan və müdafiə edənlərin hədis əhli, əsər əhli olduğunu, Allahın və Rasulunun sallallahu aleyhi və səlləm onları necə təriflədiyini oxuduq. Və sonra isə tövhid və sünnət bayrağının hər təbəqədən olan daşıyıcılarının adlarını tanıdıq və sizlərə tanıtdıq. Allahın bu ümmət üçün nemətlərindən olan bu imamların dinin və sünnətin əsasları barəsindəki əqidə bəyanları ilə birinci cüzü yekunlaşdırdıq. İkinci cüzdə isə isim-sifət tövhidi ilə başlanğıc edərək inşallah İmam Lələkay rahiməhullahın əhl-i sünnətin icmalarını topladığı bu əsərdə bizə təqdim etdiklərini zikr eləyəcəyik inşallah. Kitabın ikinci cüzü Allahın isimlərini, sifətlərini birləmək adlı başlıqla başlayır. Və qeyd eləyir ki, İmam Lələkayı Allahın kitabından və Rasulullahın sünnətindən Allahı və sifətlərini bilməyin vacib olduğunun ağılla deyil, nasla olduğu ilə bağlı dəlillər. Bu başlığı bir də təkrarlayıram, diqqətlə qulaq asın. Çünki bu məsələdə elə içinizdən də qarşı çıxanlar ola bilər deyə düşünürəm. O baxımdan diqqətlə qulaq asın ki, sonra kimsə mən başa düşməmişdim deməsin. Yəni ikinci cüzün ilk cümləsi nə ilə başlayır? Allahın kitabından və Rasulullahın sünnətindən Allahı və sifətlərini bilməyin vacib olduğunun ağılla yox, nasla olduğu ilə bağlı dəlillər. Və deyir ki, Allah-u Teala nəbisinə xüsusi bir ləfslə, yəni xüsusi bir sözlə, mənası da hər kəsi əhatə edəcək şəkildə xitab eləyərək buyurur ki, bil ki, Allahdan başqa ibadətə layiq olan haqq ilah yoxdur. Demək ki, bu ayət həm xas olan, həm də əmm olan ayətlərdəndir. Yəni, Rasulullah sallallahu aleyhi və səlləmə xitab edilərək ona xas, yəni xüsusiləşdirilmiş və mənası isə bütün ümməti əhatə edərək əmm olan, yəni ümumi olan bir ayətdir. Başqa bir ayətdə isə buyurur ki, Rəbbindən sənə vəhy olunana tabi ol. Ondan başqa ibadətə layiq olan haqq məbud yoxdur və müşriklərdən üz çevir. Bir başqa ayətdə isə buyurur ki, səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona məndən başqa heç bir məbud yoxdur, mənə ibadət edin deyə vəhy etmək. Və bu ayətdə Allah Teala nəbisinə özündən əvvəlki nəbilərin tövhidi ancaq səmə, yəni eşitmə, yəni nas yolu ilə öyrənə bildiklərini xəbər vermişdir. Yəni ayətlərdə də gördüyünüz kimi Allah Əzə və Cəllə Peyğəmbərə xitabən deyir ki, sənə vəhy olunana tabi ol və ona tövhidi izah edir ki, sənə vəhy olunana tabi ol, ondan başqa ibadətə layiq olan haqq məbud yoxdur, müşriklərdən üz çevir. Və sonra yenə təkrarlayır, deyir ki, səndən əvvəl elə bir elçi göndərməmişdik ki, biz ona məndən başqa heç bir haqq məbud yoxdur, mənə ibadətin deyə vəhy etməyək. Yəni, bütün peyğəmbərlərin tövhid məsələsini nas yolu ilə, vəhy yolu ilə öyrəndiklərini deyir. Və yenə buyurur ki, bir de, əgər mən haqq yoldan çıxsam, öz əleyhimə çıxmış olaram. Yox, əgər doğru yolla gedirəmsə, bu da Rəbbimin mənə nazil etdiyi vəhyə görədir. Həqiqətən o eşidəndir, yaxındır. Burada da yenə Səbə surəsinin 50-ci ayətində
yəni doğru yolla gedirəmsə, yəni hidayət üzərindəyəmsə, bu Rəbbimin mənə nazil etdiyi vəhyə görədir deyərək, yəni Allahı tanımağın, Allahın sifətlərini, isimlərini bilməyin nas yolu ilə, səma yolu ilə, vəhy yolu ilə olduğunu bildirir. Allahın nəbiləri və rasulları tövhidi, Allahı tanımağı və birləməyi nas yolu ilə biliblər sözündəki. Nas sözündən qəsd olunan nədir, qardaşlar? Yəni, Allah onlara vəhy eləyərək özünü tanıdıb. Onlara özünü tanıtması, onlara olan əmirləri nas yolu ilə, yəni vəhy yolu ilə olub. Oxuduğumuz ayətlərdə də gördüyümüz kimi. Lakin yeni bir sapıqlığa qapı açılmasından qorxduğum üçün bir məsələyə də aydınlıq gətirim. Nəbilər Allahı və sifətlərini nasla biliblər demək, o demək deyil ki, onlar Risalət onlara gəlməmişdən qabaq qövmlərinin şirk dini üzərində olublar. Əksinə Allah Əzə və Cəllə onları bu risalət üçün hazırlayıb. Yəni peyğəmbərlik üçün onları qabaqcadan hazırlayıb və onları qoruyub. Rasulullah sallallahu əleyhi və səlləmin sirasını, onun həyatını oxuduğumuz zaman bir neçə yerdə buna şahid oluruq. Yəni peyğəmbərliyə qədər olan hissəsini oxuduqda. Bir çox siyar kitablarında keçir ki, Rasulullah sallallahu əleyhi və səlləm hələ ona peyğəmbərlik verilməmişdən qabaq gənc yaşlarında qoyun otardığı zaman özü ilə birlikdə qoyun otaran yoldaşına deyir ki, sən mənim yerimə də bax, mən gecə çıxım gedim, necə ki o vaxtı Məkkəli gənclərin musiqili məclislərdə əyləndikləri yerlər var idi, mən də ora gedim. Və yoldaşı buna razılıq verir, lakin Peyğəmbər sallallahu əleyhi və səlləm ora gedərkən yolda onu bir yuxu tutur və ayılanda görür ki, artıq səhərdir. Və bu məsələ bir neçə dəfə təkrarlanır. Yəni Rasulullah sallallahu əleyhi və səlləm bunun haram olduğunu bilmirdi. Hələ ona peyğəmbərlik verilməmişdi, Quran nazil olmurdu. Halal haram məsələləri, yəni peyğəmbər sallallahu əleyhi və səlləmə bildirilməmişdi. Lakin Allah Əzə və Cəllə yenə də onu bu yollarla haram şeylərdən, küfr olan şeylərdən, şirk olan şeylərdən qoruyurdu. Bu kimi misallar, yəni onlarca var siyar kitablarında. Bunu ona görə açıqladım ki, yəni şübhə əhlinin şübhələrindən gələcəkdə qorunmuş olasınız. Və davam edir İmam Lələkəy rahiməhullah, deyir ki, İbrahim əleyhissalam da Allah Taala'nın tövhidinə, onun təkliyinə, onun möhkəm və bənzərsiz feilləri ilə dəlil gətirmişdir. Günəşin çıxması və batması, ayın, ulduzların çıxması və qeyb olması və ardından belə deyir ki, əgər Rəbbim məni doğru yola yönətməsə, mən azmış kimsələrdən olardım. Və anlaşılır ki, deyir, hidayət Nassın bildirilməsi ilə olur. Burada bir qədər dayanaq və sizin də ağlınızda yaranan o bəzi suallara, bəzi məsələlərə aydınlıq verək. Dəyərli qardaşlarım, sizlərə ilk dərsdə də dediyim sözləri xatırlayın. Sizin üçün belə qərib olan əqidəni zikr eləyəcəyik demişdim. Və məqsədlərimizdən biri doğru zənn etdiyiniz yanlışları düzəltməkdir demişdim. Həmçinin son dönəm alimlərindən oxuduğunuz ki, oxuyanınız da çox azdır təəssüf ki, internet dərslərindən dinlədiyiniz hocalardan öyrəndiyiniz etiqadla sizlərə bu adlarını və təbəqələrini bildirdiyim böyük imamların etiqadları arasında fərqliliklər var. Bu fərqliliklərdən birisi də məhz indi zikr etdiyim dinin əsli məsələsi ilə bağlıdır. Sizlərə bugünə qədər dinin əsli ancaq fitrətlə bilinən məsələlərdir deyiblər. Bir şey fitrətlə bilinirsə dinin əslidir, fitrətlə bilinmirsə, bu məsələ furu məsələdir onlara görə. Ki, belə demələrin səbəbi var, səbəbi də odur ki, bu məsələdə cəhalətin üzürlü olduğunu, küfr edənin dərhal təkfir edilməyəcəyini demək üçün belə deyirlər. Lakin gördüyünüz kimi, əhl-i sünnətin böyük alimləri belə deməyiblər. Xatırlayırsınızsa, keçən dərsdə Əbu Zura və Əbu Hatim Ər-Razinin, Allah hər ikisinə rəhmət eləsin, sələf imamlarının dinin əsli barəsindəki icmalarını zikr etdikləri risaləni oxumuşduq. Və o risalədə imanın artıb azalması, qədər məsələsi, qəbir əzabı məsələsi, mizan, havz və şəfaət kimi məsələləri, namazın tərki məsələsi kimi məsələləri zikr eləmişdilər. İndi sizə sual verirəm. Bu zikr olunan məsələlərin hansı fitrətlə ya da ağılla bilinə bilər? Məsələn, kimsə fitrəti ilə və yaxud da ağlı ilə tapa bilərdimi əgər naslar nazil olmasaydı, Peyğəmbər gəlməsəydi, Quran nazil olmasaydı, öldükdən sonra dirilmək, qəbirdə əzab, sorğu-sual, namaz məsələsi, namazın tərkinin küfr olması məsələsi. Bunu kimsə ağılla ya da fitrətlə tapa bilərdimi, qardaşlar?
Elə isə son dövr alimlərinin dediyi kimidirsə, onda axirəti inkar eləyən, qəbr əzabını inkar eləyən, öldükdən sonra dirilməni inkar eləyən, namazı tərk eləyən kəslərin təkfiri kimi məsələləri inkar eləyən kəs, yəni bu kəs böyük küfürləri ilə üzürlü mü olacaq? Demək ki, burada bir ziddiyyət var. Yəni iki tərəf arasında, sələf və xələf arasında, yəni ziddiyyət var. Xüsusilə də Abu Hanzala və Abu Hanzalanın etiqadını Azərbaycana gətirən bəzi Azərbaycandakı hocalar və bənzəri dəvətçilərin insanlar arasındakı yaydıqları dinin əsli yalnız fitrətlə bilinən məsələlərdir sözü, yəni sələfin etiqadı deyil. Nə səhabədən, nə tabiindən, nə atbə-u tabiindən, nə onlardan dərs alan, onlara tabi olan digərlərindən belə bir söz varid olmuyor. Dinin əsli biz o şeylərə deyəcəyik ki, sələf onları dinin əsli adlandırmış olsun. Yoxsa buna başqalarının sözləri ilə ölçü təyin etmək əhl-i sünnətin yolu deyil. Hər kəsin fitrəti fərqli ikən, hər kəsin ağlı fərqli ikən, eyni əqidə əsaslarını fərqli ölçən tərəzilərlə doğru ölçmək necə mümkün ola bilər? Yəni bu mümkün olan bir şey deyil. Burada bizim dediyimizdən o başa düşülməsin ki, dinin əsli nasla bilinir deyə bundan cahil qalmaq üzürlüdür və yaxud da təkfiri gərəkdirmir. Bu əsla belə deyil. Sünnətin əsaslarına daxil olan məsələlərdən axirətə iman olsun, cənnətə, cəhənnəmə iman olsun, qəbir əzabına iman olsun, qədər məsələsi olsun, iman məsələsi olsun, müşriklərin təkfiri məsələsi olsun, yəni azir məsələsi. Bu kimi məsələlərdə bunlara iman etməyən, bunları inkar edənin dindən çıxdığı məsələlərdir. Yəni təkfir olunur. Və bəzi məsələlər də var ki, bunlar təfsilatlıdır. Məsələn, mən həqiqətən möminəm deyən kəsin bidətçi olması və yaxud da Əbu Bəkir radiyallahu anh'ı digərlərindən üstün görmək məsələsindəki kimi. Buna misal verək, tutaq ki, birisi Əli ibn Əbu Talibi Əbu Bəkirdən üstün görərsə. Yəni sadəcə bu məsələdirsə, bu kəs bidətçi olar. Lakin Əbu Bəkir radiyallahu anh'a nifrət eləyərsə və yaxud da onu təkfir edənlərdəndirsə, rafizlər kimi, bugün özünə şiə deyən rafizlər kimi, o halda kafirlərdən olar. Yəni belə məsələlərdə müəyyən təfsilat var, amma geri qalan digər əsli məsələlər ki var, baxmayaraq ki, onlar risalətlə bilinib, bu məsələdə hüccətə bağlamadan, yəni sələf birbaşa təkfir edir. Fitrət məsələsinə gəldikdə isə əsl olan odur ki, səlim fitrət İslam üzərə olan fitrətdir. Doğulan hər bir uşaq da İslam fitrəti üzərə doğular, hədisdə gələn kimi. Sonra isə hər kəs qədərində yazılan üzrə yönləndirirlər. Lakin bu o demək deyil ki, fitrəti biz ölçü təyin eləyərək, filan şey mənim fitrətimi qəbul eləyir, bu imandır, yox filan şeyi mənim fitrətim qəbul eləmir, bu küfürdür, belə bir şey deyə bilmərik. Bu nə kitabda, nə sünnətdə, nə də sələfin əsərlərində sabit olmayan bir sözdür. Və bu qədər oxuduğumuz əqidə bəyanlarında, hətta etiqadla bağlı oxuduğum heç bir kitabda sələfdən belə bir sözə rast gəlməmişəm. Və davam eləyir İmam Lələkay rahimehullah, deyir ki, eyni ilə rasulları bilməyin vacibliyi də səmə yolu ilə olubdur və Allah Taala deyir bu barədə buyurur ki, de ey insanlar, şübhəsiz ki mən sizin hamınıza göndərilmiş Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı ona məxsusdur. Ondan başqa ibadətə layiq olan haqq məbud yoxdur. O həm dirildir, həm öldürür. Elə isə Allaha və onun ummi, yəni yazıb oxuya bilməyən elçisinə, həm də Allaha və onun kəlmələrinə inanan peyğəmbərə iman edin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz. Və həmçinin İsra surəsində deyir ki, biz elçi göndərməmiş əzab vermərik. Və başqa bir ayətdə yenə Nisa surəsində deyir ki, müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi qalmasın. Və yenə Qasas surəsində buyurur ki, biz Musaya əmri yerinə yetirməyi tapşırdıqda, sən dağın qərb tərəfində deyildin. Sən buna şahid olanlardan da deyildin. Lakin biz Musadan sonra neçə-neçə nəsillər yaratdıq və onlar uzun ömür sürdülər. Sən Mədyan sakinləri arasında olub, ayələrimizi onlara oxumurdun. Lakin elçiləri biz göndəririk. Biz Musaya nida etdiyimiz zaman da sən Tur dağının yanında deyildin. Lakin səndən əvvəl özlərinə xəbərdar edən peyğəmbər gəlməmiş bir qövmü xəbərdar edəsən deyə, Rəbbindən bir mərhəmət olaraq səni nəbi olaraq göndərdik ki, bəlkə düşünüb anlayalar. Etdikləri əməllərə görə onlara bir müsibət üz verdikdə, ey Rəbbimiz, kaş ki bizə bir peyğəmbər göndərsəydin,
biz də ayələrinə tabe olub möminlərdən olaydıq deməsəydilər, yəni səni peyğəmbər olaraq göndərməzdik. Və yenə Taha surəsində buyurur ki, o bizə Rəbbindən bir ayə gətirməli deyildimi dedilər. Məgər onlara əvvəlki səhifələrdə olanların açıq aydın dəlilləri çatmadımı? Əgər biz onları bundan əvvəl, yəni Muhammed sallallahu əleyhi və səlləmi peyğəmbər olaraq və yaxud da Quran gəlməzdən əvvəl əzabla məhv etsəydik, deyərdilər ki, ey Rəbbimiz, nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də zəlil və rüsvay olmamışdan qabaq sənin ayələrinə tabe olardıq. Və deyir ki, İmam Lələkay rahimehullah, bütün bu ayətlər Allahı və Rasulunu tanımağın ancaq səma yolu ilə ola biləcəyinə dəlalət edir. Və deyir ki, Əhl-i Sünnə vəl Cəmaətin məzhəbi də budur. Və sonra bu məsələlərə dəlil gətirmək üçün, yəni Qurandan ayətləri zikr etdikdən sonra yeni bir başlıq açır, deyir ki, sünnətdən dəlillər. Və burada Ənəs radiyallahu-dan rəvayət edilən bir hədisi zikr edir. Deyir ki, bizlər Rasulullah sallallahu aleyhi və səlləmə çox sual verməkdən nəhy edilmişdik. Yəni bizə qadağan idi Peyğəmbər sallallahu aleyhi və səlləmə çox sual vermək. Bu səbəblə bədəvilərdən ağıllı birinin gəlib sual verməyini istəyirdik ki, biz də qulaq asaq. Və bir gün bədəvilərdən bir adam gəldi və belə dedi. Ey Muhammed, bizə elçin gəldi və bunu iddia etdi. Sən deyirmişsən ki, Allah səni peyğəmbər olaraq göndərib. Dedi ki, yəni Rasulullah dedi ki, doğru söyləyib. Və İbn Abbasdan gələn hədisdə deyir ki, Sa'd bin Bəkr oğullarından bir adam Rasulullah sallallahu aleyhi və səlləmin yanına gəldi və belə dedi. Ey Abdülmuttalibin oğlu, Rasulullah sallallahu aleyhi və səlləm dedi ki, buyur. Dedi ki, mən qövmümün elçisi və təmsilçisiyəm. Bir şeylər soruşacağım və soruşduqlarım ağır olacaq. Danışarkən də ağır danışacağım. Belə ki, mənə qəzəblənmə. Dedi ki, yaxşı. Adam dedi ki, de mənə, göyü kim yaratdı? Rasulullah deyir ki, Allah. Dedi ki, bəs yeryüzünü kim yaratdı? Buyurdu ki, Allah. Dedi ki, bu dağları yaradıb dikəldən kimdir? Buyurdu ki, Allah. Və adam dedi ki, gökyüzünü yaradan və yeryüzünü yaradan və bu dağları yerin dirəyi olaraq tikən Allahın adına Allah mı səni elçi olaraq göndərdi? Rasulullah buyurdu ki, bəli, elədir. Adam dedi ki, bizə məktubların çatdı və elçilərin gəldi. Allahdan başqa ilah olmadığını, Lat və Uzzanı tərk etməmiz gərəkdiyini söyləyirlər. Bir Allah adına bu sənin məmrindir. Rasulullah buyurdu ki, bəli. Adam dedi ki, ey Muhammed, sənin və səndən əvvəlkilərin Rəbbinin adına söylə. Gün və gecə içində 5 vaxt namaz qılmağı Allah mı sənə əmr etdi? Rasulullah buyurdu ki, vallahi elədir. Adam yenə deyir, sənin və səndən əvvəlkilərin Rəbbi adına soruşuram. Zənginlərimizdən zəkat alıb, onu fəqirlərimiz arasında paylaşdırmağı Allah mı sənə əmr etdi? Rasulullah buyurdu ki, vallahi elədir. Və adam dedi ki, mallarımız üzərində zəkatın fərz olduğunu söyləyirsən. Rasulullah buyurdu ki, yəni doğrudur. Dedi ki, səni göndərənin adına soruşuram. Allah mı bunu sənə əmr etdi? Rasulullah buyurdu ki, bəli. Və adam yenə davam eləyir, deyir ki, ey Muhammed, sənin və səndən əvvəlkilərin Rəbbi adına soruşuram. İldə bir ay oruç tutmağımızı, yəni Ramazan orucunu qəsd eləyir. Allah mı sənə əmr etdi? Buyurdu ki, vallahi elədir. Və yenə davam eləyir, deyir ki, Zilhiccə ayında Kəbəyə həcc etməyimiz fərz imiş. Allah adına soruşuram. Bu sənin əmrindimi? Rasulullah buyurdu ki, bəli. Və adam deyir ki, səni haqq ilə göndərənə and olsun ki, bu söylənənlərin üzərinə heç bir şey əlavə etməyəcəm və heç bir şeyi də ondan əskitməyəcəm. Bunun üzərinə Rasulullah sallallahu aleyhi və səlləm buyurdu ki, doğru söyləyirsə, yəni mütləq cənnətə girəcək. Və başqa bir rəvayət yenə zikr edir İmam Lələkay rahimehullah. Deyir ki, İbn Abbas rəvayət edir, deyir ki, Allah Taala'nın Allah göylərin və yerin nurudur. Nur surəsinin 35-ci ayəti haqqında buyurur ki, deyir, Allah səmavət əhlinə, yəni göy əhlinə və yer üzü əhlinə yol göstərəndir. Möminin qəlbində yaratdığı hidayətin misalı atəş toxunmadan belə parıldayan saf zeytun yağının misalı kimidir. Atəş ona toxunduğunda işığı qat-qat artar. Möminin qəlbi də elədir, deyir.
Hələ ona elm gəlməmişdən qabaq hidayətlə aydınlanar. Elm gəldiyi zaman isə hidayəti qat-qat, nuru qat-qat artar. Eynən İbrahim əleyhissalamın özünə hələ mərifə gəlməmişdən qabaq, yəni Allah tərəfindən o elm gəlməmişdən qabaq, ulduzları gördüyü zaman və hələ heç kəs ona bir Rəbbi olduğunu xəbər verməmişdən qabaq, bu mənim Rəbbimdir demişdi. Ancaq Allah ona Rəbbi olduğunu xəbər verincə hidayəti qat-qat artmışdı. Və Abdullah ibn Ömərdən rəvayət edir ki, Ömər bin Xattab radiyallahu anhunun belə dediyini anladır. Deyir ki, bir gün Rasulullah sallallahu aleyhi və səlləmin məclisində oturarkən ağappaq paltarlı, qapqara saçlı, üzərində səfər əlaməti olmayan və bizdən heç kəsin tanımadığı bir adam gəldi. Rasulullahın qarşısında oturdu, dizlərini onun dizlərinə dayadı və əllərini baldırlarının üzərinə qoydu. Və ardından dedi ki, ey Muhammed, mənə İslam haqqında xəbər ver. Rasulullah sallallahu aleyhi və səlləm buyurdu ki, İslam Allahdan başqa ibadətə layiq olan haqq ilahın olmadığına, Muhammedin Allahın Rasulü olduğuna şahidlik etməyin, namaz qılmağın, zəkat verməyin, Ramazan orucunu tutmağın və yoluna güc yetirməyin halında Kəbəni həcc etməyindir. Adam deyir ki, doğru söylədin. Ömər deyir ki, çox təəccübləndik. Həm soruşurdu, həm də təsdiq eləyirdi. Nəyə görə? Çünki normalda Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlib ona sual verərlər, Rasulullahdan öyrənmək üçün. Lakin bu adam sanki imtahan götürən bir adamın soruşduğu kimi soruşurdu ki, cavab verdikdən sonra hə, bax, düz deyirsən. Demək ki, bu Rasulullah sallallahu aleyhi və səlləmdən daha bilgili birisidir. O baxımdan Ömər radiyallahu anh deyir ki, çox təəccübləndik. Və adam dedi ki, deyir, mənə imandan xəbər ver. Buyurdu ki, Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qədərə, xeyrinə və şərrinə iman etməyindir. Və adam doğru söylədindir. Yəni bu hədis həm İmam Müslimin səhihində, həm də Abu Davudda keçir. Və yenə Həsəndən rəvayət edildiyinə görə deyir ki, bir bədəvi Ömər radiyallahu anh yanına gəldi və belə dedi. Ey möminlərin əmiri, mənə dini öyrət. Dedi ki, Allahdan başqa ilah olmadığına, Muhammedin Allahın Rasulü olduğuna şahidlik etməyin, namaz qılmağın, zəkat verməyin, beyti həcc etməyin, Ramazan orucunu tutmağın və həm deyir, aşkarda olsun, gizlində olsun fərq etməz, utanılacaq bir iş işləməkdən deyir, uzaq dur. Allahın huzuruna çıxdığın zaman da Ömər bunları mənə əmr etdi deyərsən. Və sonra dedi ki, ey Abdullah, Allahın huzuruna çıxdığında istədiyini söylə. Yəni bura qədər olan qismlər həm Qurandan dəlilləri ilə, həm də sünnətdən dəlilləri ilə dinin öyrənməyin, yəni naslar yolu ilə, vəhy yolu ilə olması barədə idi ki, bunun dəlillərini də İmam Lələkəy rəhməhullah zikr etdi. Və sonra başlıq başlayır, isimlər və sifətlər adlı bir başlıq başlayır. Və bu başlıqda deyir ki, isim ilə müsəmmənin eyni olduğuna dair Quran-ı Kərimdən, Rasulullah sallallahu aleyhi və səlləmin sünnətindən gələn təfsirlər. Yəni, isim və müsəmmə nədir, qardaşlar? İsim elə bildiyiniz isimdir, bir şeyə qoyulan ad. Müsəmmə isə nədir? Müsəmmə o adla adlandırılan. Yəni, o adı söylədiyimiz zaman, o adla nə qəsd olunursa, kim qəsd olunursa, ona müsəmmə deyilir. Misal verim ki, sizin üçün daha aydın olsun, sonra keçək mövzumuza. Tutaq ki, məsələn, Allahın isimlərindən zikr eləyək. Ər-Razzaq, yəni ruzi verən, Allahın isimlərindən bir isimdir. Lakin Ər-Razzaq deyəndə nə qəsd olunur? Ruzini verən, yəni məxluqatı rızıqlandıran məbud qəsd olunur ki, o da Allahdır. Burada artıq nə olur? Ər-Razzaq isim olur. Allah Əzzə və Cəllə isə bu isimlə isimlənən müsəmmə olur. Bunu burada başlıq olaraq niyə zikr edir müəllif? Çünki Mötəziləsi olsun, Cəhmiyyəsi olsun, bidət firqələrinin əksəriyyətində, bəlkə bugünkü müasir əşarilərdə də var, o qədər təfsilatını bilmirəm. Belə bir fikir var ki, deyirlər ki, isim ayrı bir şeydir, o isimlə adlandırılan ayrı bir şeydir. Dolayısıyla da nə olur? Allah Əzzə və Cəllənin isimlərinə məxluq demiş olurlar. Yəni Allah Əzzə və Cəllənin isimlərinə məxluq deməkdən ötürü, Qurana məxluq deməkdən ötürü isim ayrı şeydir
ve o isimle adlandırılan, yani müsemma ayrı bir şeydir fikrini ortaya atarak öz küfürlerini yaymaya çalıştıklarından dolayı sələflər öz kitablarında bu məsələlərə toxunublar. Və bu başlıqda da elə başlıq başlayır ki, isim ilə müsəmmanın eyni bir şey olduğuna dair Qurani Kərimdən, Rasulullahın sünnətindən gələn təfsirlər və deyir, ərəb dilində varid olan ifadələr. Yəni, isim ilə müsəmma eynidir, isim müsəmmadan fərqli bir şey deyildir. Allah Teala buyurur ki, Rəbbinin uca ismini təsbih et. O hər şeyi yaradıb yoluna qoyandır. Və həmçinin deyir ki, ən gözəl isimlər Allahındır. O halda o isimlərlə Allaha dua edin. Və İsra surəsində deyir ki, de ki, istər Allah deyə çağırın, yəni istər Allah deyə dua edin, istər Rahman deyə çağırın, hansı isimlə çağırarsınızsa bilin ki, ən gözəl isimlər ona aiddir. Yəni bu ayətlərin hamısı, yəni Allahın isimlərinin, yəni Allahdan olduğunun dəlilləridir. Və Rəbbiniz buyurdu ki, mənə dua edin ki, sizə icabət edin. Və başqa bir ayətdə deyir ki, dini ona xalis qılaraq ona dua edin. Və Qureyş surəsində də yenə deyir ki, bu beytin Rəbbinə qulluq etsinlər. Yəni bu evin Rəbbinə qulluq etsinlər. Və Allah Teala yenə buyurur ki, yalnızca mənə ibadət edin. Və Nisa surəsində də buyurur ki, Allaha qulluq edin, heç bir şey ona şərik qoşmayın. Bundan dolayıdır ki, qulluq, yəni isminə edilir. Allahın ismi məxluqdur, ibadəti də məxluqa etməyə əmr etmişdir demək ən böyük şirkdir. Bu görüş Mötəzilə və Nəccariyə və başqa bidət, küfr və dəlalət əhli məzhəblərə aiddir. Nəccariyə, yəni Mötəzilədən ayrılıb, sonradan öz adına fərqli bir firqə quran Nəccarın adından götürülüb. Yəni Mötəzilə ilə demək olar ki, eyni etiqaddır. Bunların görüşdə nədir? Allahın isimlərinə ibadət eləmək, Allahdan qeyrisinə ibadət eləməkdir, məxluqa ibadət etməkdir şəklində ortaya atılan şirk bir etiqadın qurucularıdır. Allah Teala buyurur ki, de ki, o Allah birdir. Yəni İxlas surəsində. Və deyir ki, bütün müsəlmanlar ayətdə keçən o deyirik huva. Huva o deməkdir. Deyir, ayətdə keçən huva damirinin Allaha işarət olduğu məsələsində icma ediblər. Yəni, de o Allah təkdirdəki o damiri. O damiri, yəni Allaha işarətdir. Yəni, o dedikdə qəsd olunan Allahdır. Və yenə Həc surəsində buyurur ki, onlar sıra-sıra düzülüb qurban kəsilərkən üzərlərinə Allahın adını zikr edin. Burada Allah Teala dəvələri qurban kəsərkən üzərlərinə Allahın adını zikr etməyə əmr etmişdir. Bidətçilərin məzhəbinə görə isə burada istəyir Zeyd olsun, istəyir Amr olsun, istəyir Lat və Uzza olsun, bunların isimləri zikr edilsə də fərqi yoxdur. Çünki onlara görə bu isimlər də məxluqdur, Allahın isimləri də məxluqdur. Bir başqa ayətdə isə buyurur ki, o halda üzərlərinə Allahın adının anıldığı heyvanlardan yiyin. Bir başqa yerdə isə deyir ki, boğazlanarkən üzərlərinə Allahın adının anılmadığı heyvanlardan yeməyin. Həmçinin Qafir surəsində deyir ki, Rəbbimin ismi nə ucadır və həmçinin deyir ki, aləmlərin Rəbbi olan Allah nə ucadır. Və belə buyurur, ey iman edənlər, Allahı çoxca zikr edin, onu sabah-axşam təsbih edin. Əhzab surəsində isə deyir ki, şübhəsiz ki, Allah və mələkləri Peyğəmbərə salat eləyərlər. Ey iman edənlər, siz də ona salatu salam eləyin və kamil təslimiyyət ilə onun əmrinə təslim olun. Müsəlmanlar da bu mövzuda icma eləyiblər. Müəzzin əşhədü ən la ilahə illallah və əşhədü ennə Muhammedən Rasulullah dediyi zaman həm tövhidi elan etmiş olur, həm də nübüvvəti iqrar eləmiş olur. Mötəziləyə görə isə fərqlidir. Çünki onların məzhəbinə görə o belə deməlidir. Adı la ilahə illallah olanın o olduğuna şahidlik edirəm. Adı Muhammed olanın Allahın Rasulü olduğuna şahidlik edirəm. Bu belə deməlidir ki, isim və müsəmma ayrımından dolayı bilinsin ki, söhbət nədən gedir. Bu isə həm şəriətdə varid olan naslara, həm də müsəlmanların ittifaq etdikləri anlayışa ziddir. Və yenə onlara görə Allah adına edilən andların hamısı, yəni məxluqa olmalıdır. Yəni Allahın adları məxluqdursa,
biz vallahi dediyimiz zaman, tallahi dediyimiz zaman və yaxud da indi irəlidə gələcək dualarda istifadə olunan Allahın digər adları, o adlara and içildiyi zaman əslində Allaha yox, məxluqa and içmiş olarıq. Yəni onların dediyi həqiqət olsaydı. Burada da misal verir. Məsələn, deyir insanlar xaliq yaradana deyil, yəni məxluqa and içməkdədirlər. Çünki onlara görə isim müsəmmadan fərqli bir şeydir və isim də məxluqdur. Məsələn, Rasulullah sallallahu əleyhi və səlləmdən gəlir ki, xəstələrin şifası üçün belə deyərdi: Sənə Allahın tam və nöqsansız olan kəlmələri ilə şifa diləyirəm. Yəni bu duanı Həsən və Hüseyni, yəni qorumaq məqsədi ilə, yəni qorunma duası olaraq gözdən və digər şeylərdən bu duanı eləyərdi Rasulullah sallallahu əleyhi və səlləm. Və Rasulullah sallallahu əleyhi və səlləm xəstələndiyində də Cibril əleyhissalam bu dua ilə ona Allahdan şifa diləmişdi. Və insanlar da indi dua eləyərkən Allahım məni bağışla, Allahım mənə mərhəmət elə deyərkən, yəni o mənası budurmu ki, məxluq olan mənə məğfirət elə. Bu apaçıq bir küfürdür. Allahın kitabına, Rasulullahın sünnətinə, müsəlmanların icmasına, ərəb dilinə, örfə, adətə, yəni hər şeyə görə tamı-tamına zidd olan, küfr olan bir şeydir. Və ərəb lüğətindəki nəqillərə gəlincə, burada bir neçə dilçi alimin adını zikr eləyir. Əsma-i Əbu Ubeydə və Mə'mər bin Əl-Musənnə deyir ki, bir adamın isim müsəmmadan fərqlidir dediyini görsəniz, onun zındıq olduğuna şahidlik edin. Həmçinin Əl-Bəzzar Əl-Muqridən belə dediyi rəvayət edilir. Deyir, kim Allahın isimləri məxluqdur deyərsə, yəni onun küfridir bu günəşdən daha açıqdır. İndi inşallah irəlidə son dönəm alimlərinin və orta əsr alimlərinin kitablarını oxuyanda rast gələcəksiniz. Bu məsələləri zikr eləyirlər, Allahın isimlərinin məxluq olması kimi məsələləri. Və deyirlər ki, bu xəfi məsələlərdəndir. Deyirlər ki, bu xəfi məsələlərdəndir. Bu məsələlərdə deyir insanlara hüccət çatdırmaq lazım. Lakin burada da gördüyünüz kimi alimlər deyir ki, bu küfür, yəni deyir günəşdən daha açıqdır. İndi irəlidə də görəsiniz inşallah. Deyir imamlardan da İmam Şafii, Əhməd ibn Həmbəl, İsaq ibn Rahuya, Nuaym ibn Həmməd, Muhammed ibn Əsləmət Tusi, Muhammed ibn Cərir Ət-Təbəri, yəni bu görüşdə olublar. Yəni hansı görüşdə? Bu sözün, bu məsələnin günəşdən daha açıq bir küfr olması məsələsində. Və Ayşə anamızdan bir hədis zikr edilir. Deyir ki, Rasulullah sallallahu əleyhi və səlləm xəstələndiyi zaman Cibril əleyhissalam ona bu duanı oxuyardı. Zərər verən hər xəstəlikdən və nəzəri dəyən hər gözdən, həsəd etdiyi zaman həsədçinin şərrindən Allahın kəlmələri ilə sənə şəfa diləyirəm. Nə ilə? Allahın kəlmələri ilə. Əgər Allahın kəlmələri məxluq olsaydı, necə ola bilərdi ki, məxluq olan bir şeylə, yəni dua eləsin. Və sonra Əbu Said Əl-Xudridən rəvayət olunur. Deyir ki, Rasulullah sallallahu əleyhi və səlləm buyurdu ki, Mudar, yəni Mudar nədir? Qureyşin böyük qəbilələrindəndir, ərəbin böyük qəbilələrindəndir. Deyir, Mudar Allahın qullarına elə qətliamlar eləyəcək ki, Allahın heç bir isminə ibadət edilməyəcək. Əgər Allahın isimləri məxluq uydusa, Allahın isminə necə ibadət oluna bilərdi? Və Rabi bin Süleyman deyir ki, Şafinin belə dediyini eşitdim. Allahın isimlərindən birinə and içən və sonra da bu andı pozanın üzərinə kəffarət var. Çünki Allahın isimləri məxluq deyildir. Və Rabi deyir ki, İmam Şafi belə dedi, Allaha and içən və ya deyir, Allahın isimlərindən birinə and içib sonra bu andı pozan üçün kəffarə ödəmək deyir, vacibdir. Və yenə Əbu Said Əl-Əsmainin belə dediyini rəvayət edirlər. Deyir, birinin isim müsəmmadan başqa bir şeydir dediyini eşitsən, onun zındıq olduğuna şahidlik et. Və Əbu Bəkir bin Əbu Davud Əs-Sicistanidən rəvayət edildiyinə görə o belə deyir. Deyir, isim müsəmmadan fərqli olduğunu iddia edən Allahın Allahdan başqa olduğunu söyləmişdir. Bu da deyir, batil bir sözdür. Çünki isim məxluqlar haqqında müsəmmadan fərqlidir. Burada biraz cümlənin qəliz olduğunun fərqindəyəm, o baxımdan sizə izahat verim ki, loru dildə danışsaq bu hissəsinin daha aydın olar. Müsəmmanın nə olduğunu izah elədim bildiyim qədərilə ki, yəni nəyə o ad qoyulursa, o ismin qoyulduğu şey və yaxud da ismin qoyulduğu kəs hər nədirsə,
Ona müsəmma deyilir. Deyir ki, məxluqlar üçün isim müsəmmadan fərqli ola bilər. Bu fərqi izah edəndə daha aydın olacaq. Məsələn, birinə Mahmud adını qoyublar. Mahmud nədir? Təriflənən deməkdir. Ola bilsin ki, adama adını Mahmud qoyublar, amma əslində özü tərifə layiq birisi deyil, təriflənən birisi deyil. Məzəmmət olunan, pislənilən birisidir. İsimlə müsəmma fərqlidir. Adama gözəl isim qoyublar, amma müsəmma, yəni o adın qoyulduğu, o ada layiq deyil. Bir-birinə ziddiyyət var. Və yaxud da birinə Qasım adını qoyublar. Qasım adı da nə deməkdir? Bölüşdürən, paylayan. Peyğəmbər sallallahu əleyhi və səlləmin Əbul-Qasım deyilən künyəsi var idi, bilirsiniz. Öz övladına o adı qoymuşdu. Qasım, yəni ədalətlə paylaşdıran mənası da var, bölüşdürən mənası da var. Türklərin sözü ilə desək, taksim eləyən də deyirlər. Yəni adama Qasım adını qoyublar, amma əslində o adam heç nəyi paylaşdıran, bölüşdürən deyil. Sadəcə ad olaraq qoyublar. İsim başqadır bunda, müsəmma başqadır. Ancaq Allahın ismi o cür deyil. Allahın ismi özündəndir. Yəni Allah Əzzə və Cəllənin ismi Allahın özündəndir. Yəni Allaha Ər-Razzaq deyiriksə, Allah rızqı paylayan məxluqat arasında rızıq verən olduğundan ötürü bütün məxluqatın rızqını verəndən ötürü Ər-Razzaqdır. Allaha Xaliq deyiriksə, Allah hər şeyin xaliqidir, yaradıcısıdır deyə Xaliq deyilir. Yəni məxluqatda fərqlidir, Allah Əzzə və Cəllədə isə fərqlidir. Kimdir? Biri qayıdıb deyərsə ki, ismi özündən deyildir Allah üçün, o zaman deyir Allah məchuldur demiş olar. İsmi vardır, amma özündən deyildir desə, Allahla bərabər başqa birisi daha var demiş olur. Və Əbu Bəkir bin Həmməd deyir ki, Xələf İbn Hişamın isim müsəmmadan fərqlidir deyənlər haqqında həm də ən ağır tənqidləri edərək belə dediyini eşitdim. İslam təməlinin bu isim üzərində qurulduğunu gördüm. Və artıq deyir, kim Allahın isimlərinin məxluq olduğunu iddia edərsə kafir olar. Və deyir, onun bu küfrü deyir, bu günəşdən daha açıqdır. Yəni dediyim kimi, bu məsələləri yaddaşınızda daha yaxşı saxlayın ki, irəlidəki məsələlərdə bu qeydlər sizin üçün gərəkli olacaq. İmam Əhməd Rahiməhəllahın tələbələrindən olan, həmçinin onun dostlarından olan İbrahim İbn Hani deyir ki, mənim yanımda gizləndiyi zaman, yəni İmam Əhməd onun yanında gizləndiyi zaman, bir ondan soruşmuşdum ki, Quran məxluqdurmu? Dedi ki, Allahın isimlərinin məxluq olduğunu iddia edən kəs kafirdir. Yəni, Quran məxluqdur demək, həmçinin o söz də Allahın isimlərinin məxluq olduğunu deməkdir. Çünki Quranın içində Allah Əzzə və Cəllənin isimləri var. Və İshaq bin Rahuyadan rəvayət olunur. Dedi ki, və sonunda deyir, bu nəticəyə çatdılar. Dedilər ki, deyir, Allahın isimləri məxluqdur. Çünki heç bir isim yox ikən Allah var idi, dedilər. Bu da deyir, xalis küfürdür. Çünki Əsmaül Hüsna, yəni ən gözəl isimlər Allahındır. Allahın isimlərindən, elmindən, diləməsindən fərqli olduğunu söyləyən və bunların məxluq olduğunu, Allahın bunları yaratdığını iddia edən kəs kafirdir. Allah Taala'nın da 99 deyir, ismi vardır. Rasulullah sallallahu aleyhi və səlləmin belə buyurduğu səhih sənədlərlə rəvayət edilmişdir. Və gördüyünüz kimi İmam İshaq bin Rahuya da yenə eyni ilə bunun apaçıq küfürlərdən olduğunu, heç birisi bunun xəfi küfür olduğunu, bunun gizli məsələdən olduğunu deməyiblər. Özlərini cəhmə nisbət edən bəziləri bu məsələdə çox ağır sözlər sərf elədilər və dedilər ki, Allahın 99 ismi var desəm, 99 ilaha ibadət eləyərdim. Və bayaq dediyim isim müsəmma söhbətidir. Onların iddiasına görə Allahın neçə ismi var demək, o qədər Allah var deməkdir. Və hətta deyir ki, mən vahid, saməd olan Allaha ibadət eləmirəm. Əksinə deyir, bu isimlərlə qəsd edilən zata ibadət edirəm. Bundan deyir, daha böyük bir iftira ola bilərmi? Və biri də deyir, onlardan qalxıb deyəcək ki, mən Allaha ibadət eləmirəm. İshaq bin Davud Əş-Şəranidən deyir, eşitdim, dedi ki, Muhammed ibn Əsləmin yoluna bir adam çıxdı və Quran haqqında bir şeylər söylədi. Muhammed bin Əsləm dedi ki, Allahın zikr etmiş olduğu isimlərin hamısı Allahın isimləridir. Bir insan Allaha ibadət edirəm dediyi zaman məqsədi həm isim, həm də onun mənasıdır. Çünki bunların ikisi də birdir. Yəni,
həm Allahın ismi, həm də o ismdən qəsd olunan məna, hər ikisi birdir. Və Allahın izni ilə dərsi burada yekunlaşdırıram. Allahdan diləyirəm ki, eşidib faydalananlardan etsin hər birinizi. Bu dərsləri bizlər üçün faydalı etsin. Subhanakallahumma və bihamdik, nəşhədu ən la ilahə illə ənt, nəstəğfiruka və tubu ileyk. Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu.